Bağışlayan və mehriban Allahın adıyla. İmam Həsən Əskəri əleyhissalam Hicri qəməri təqvimlə 232-ci ilin Rabiüssani ayının 10-cu günü dünyaya gəlmişdir. Atası İmam Əli Yənnəqi əleyhissalam, anası isə Hübeysdir. Tarixi mənbələrdə o həzrətin anasının adı Hadisə, Süsən, Süleyl və Cəddə kimi qeyd edilmişdir. Əskəri ləqəbi həm İmam Həsən Əskərinin, həm də atası İmam Əli Yənnəqi əleyhissalamın ləqəbidir. Hər iki İmam Samirra şəhərinin Əskər adlı məhəlləsində, Abbasi xəlifələrinin ordu düşərgələrində əskərlər tərəfindən nəzarətdə saxlanıldığı üçün Əskəri adlandırılmışdır. İmam Həsən Əskəri əleyhissalam 6 illik imamət dövrünün 3 ilini zindanda keçirir. O həzrət və atası İmam Əli Yənnəqi əleyhissalamın imamət dövrləri Abbasilər hakimiyyətinin qəddarlıq dönəminə təsadüf etdiyindən İmam Əli Yənnəqi əleyhissalam 41, İmam Həsən Əskəri əleyhissalam isə 28 yaşında şəhadətə çatırlar. Abbasilər hakimiyyətinin amansız təqiblərinə baxmayaraq İmam Həsən Əskəri əleyhissalam bir sıra siyasi, ictimai və elmi fəaliyyətlər göstərir. O həzrətin fəaliyyətlərini bu şəkildə xülasə etmək olar. İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək, əsl İslam ideyasını cəmaata çatdırmaq, nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq, Abbasilər hakimiyyətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət, şiələri, xüsusən də yaxın dostlarını maliyyə cəhətdən təmin etmək, mühüm şiə ünsürlərini çətinliklər qarşısında siyasi cəhətdən gücləndirmək, imaməti inkar edənləri cəlb etmək, şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan istifadə etmək və şiələri öz oğlu 12-ci imamın qeybə çəkilməsi dövrünə hazırlamaq. İmam Həsən Əskəri əleyhissalamın cəmiyyətdə nüfuz və hörmətinin günbəgün artdığından nigaran olan Abbasi xəlifəsi mötəmid zindanın təzyiq və işgəncələrin mənfi nəticə verdiyini gördükdə o həzrəti gizli şəkildə zəhərləyir. İmam zəhərləndikdən bir neçə gün sonra Hicri qəməri təqvimdə 260-cı ili Rabiül Əvvəl ayının 8-də cümə günü sübh namazından sonra şəhadəti yetir. Abbasi xəlifəsi və onun məmurları çox çalışırlar ki, İmam əleyhissalamın vəfatını təbii qələmə versinlər. Amma həqiqət şiələrə aydın olur və həzrətin şəhadət xəbəri Samirra əhalisinə çatır və Samirra şəhəri matəmə qərq olur. Bütün bazarlar bağlanır və hamı imamın dəfn mərasimində iştirak edir.